Neçə gündür mediamız çalxalanır. Alona belədir, Alona elədir, Alonanın nə bilim fahişəlikdən gəlib, kimlə gəzib, kimlə oturub, kimlə durub. Onu qoyaq bir tərəfə. Bəli, uşaqların da haqqı var. Deyir, söymə, deyir ki, atamı, çoban atamı söyməyin və yatılı. Siz mehman kimi uşaqların ailələrinə müdaxilə edəndə, onların videolarını çəkdirəndə bilirdiniz ki, axırı belə olacaq. Yaxşı, onun o videoları, onun o şəkilləri kimdən gəlib çatıb? Demək, yaxın adamlardan gəlib də. Birinci siz onları araşdırın. Azər Əliyev, düzdür, Azər Mahmudoğlu olsa da babasının familiyasındadır. Üç dənə uşağın üçü də. Demək, bunlar üçün familiya həddindən artıq müqəddəs bir şeydir. Həmin familiya ilə istədiklərini eləyirlər. Onun qızla öpüşdüyü səhnəni özündən başqa kim verə bilər? Özü verib də, özü çatdırıb da. Bunları bir araşdırın da. Yoxsa başlamışsınız Alona belə, Alona elə. Əşə Alona Xristiyandır. Alona Ukraynalıdır. Alona üçün fərqi yoxdur. İvan olsun, Andrey olsun ya Heydər olsun. Ona heç bir fərqi yoxdur. Kişi qızı kimi nə yolla da olsa özünü sırıdı getdi. Qurtardı getdi. İndi o orada gedir gəlir. Amma mən Alona'ya fahişə deyə bilmərəm. Çünki niyə? Bunların o mentalitetindədir. Yəni bunlar üçün o ayıb sayılmır. Amma fahişə o adamlardır ki, bax Alona'nın yaşlı kişidir. Düşük oturub onun əlini öpür. Fahişə o adamlardır ki, bunlara yaltaqlıq eləyir. Fahişə o adamlardır ki, bunları Alona'nı orada üzünə gülürlər, dalısıyla danışırlar. Bax, mən onlara fahişə deyirəm. Ona görə də ki, mən Azərbaycanın bir nümayəndəsi olduğum üçün, yəni Azərbaycanlı olduğum üçün, mən öz necə deyim, xalqımdan xahiş edirəm. Başqa millətin qadını ilə işiniz yoxdur. Özü bilər hansı yolla gəlib gedib. Amma bir dənə özünüzə sual verin. Alona'nın həmin ailəyə ücə olmasında güya ki, həmin ailə Alona'dan təmizdir. Bir bunu oturun, fikirləşin. Deyin ki, hə, vallahi bu uşaqların dizlərində namaz qılmaq olar, nə bilim, nə eləmək olar. Ay belə, bunların hamısı eyni formadadır da. Prosta ki, Alona'dan yapışıblar ki, der kızım sənə deyirəm, gəlinim sən eşit. Amma ki, Alona'nı da 2 dəqiqədən bir məsxəriyə qoymağın yolu yoxdur. Alona'nın şəkilləridir, o biridir, bu biridir. Ortalığa qoymağın yolu yoxdur. Bəli, mən buradan prezidentə deyirəm, cənab prezident, özün görürsən ki, sizi millət sevmir. Sizə qarşı bu millətin allergiyası var. Atozun vaxtında bu millət yenə normal yaşayırdı. Şikayətlərə baxılırdı, sözlərə baxılırdı. Sən bu millətə ucaq oldun, sən gələn gündən Azərbaycan bədbəxt günə düşdü. Sən Azərbaycanın mədəniyyətini aldın əlindən. Sən Azərbaycanın tarixini aldın əlindən. Sən Azərbaycanın iqtisadiyyətini iflic elədin. Sən Azərbaycanın, bizim uşaqlarımızın pullarını xariclərə paylaya özü onların gözündə yaxşı göstərmək üçün, güya ki, sən belə ürəkli adamsan, sən öz millətvü az qoydun, sən uşaq pulunu kəsdin, sən pensiyaları bir ucdan artırdın, sən qazilərimizə 80 manat qiymət qoydun, sənin o dəmir yumruğu qaldıranda sən utan. Utan gələn ki, o dəmir yumruğu yuxarıya qalxır. Ona görə də ki, mən buradan bütün təqsiri İlham Əliyevdə görürəm. Mən bütün təqsiri Mehriban xanım Əliyevada görürəm. Dünənləri güya ki, Alona gedib autizm mərkəzinə. Mən buradan Alona'ya müraciət eləmək istəyirəm. Alona, sənin getdiyin o autizm mərkəzində bir kasıb bala gördün. Sən onu görə bildin. Axı, Ukraynada autizm mərkəzləri var. Orada hamısı kasıblarda pulsuz müalicə olunurlar. Sən orada qiymətlərlə maraqlandın. Bunları öyrənindi, yəqin ki, yanındakılar tərcümə eləyər sənə. Mən yenə də deyirəm ki, hamının balasında nəsə ola bilər. Hə, Heydər Əliyev həqiqətən xəstədir. Amma Heydər Əliyevin xəstəliyini belə bunlar istifadə edirlər. Sən niyə görə onu sokara qoyursan? Sən niyə görə onu İqtisadiyyat Nazirliyinə qoyursan? Niyə?
Bunları bilmirsən ki, sənin oğlun 3 kəlmə hələ indiyəcən söz danışmayıb. Axı onu sən prezident eləmək istəyirsən. Heç olmasa səndə başqa problemlərin olsa da, yenə danışıq qabiliyyətin var idi. Əzbərləyib indi çıxıb yalandan göpə basa bilirsən. Amma Heydər Əliyevdə o da yoxdur axı. Ona görə sizdən çox xahiş edirəm. Bax gələn 3 balı var, utan gələn. Sən bu 3 balıya görə bizim balalarımızı bədbəxt eləməyə ixtiyarın yoxdur. Amma vaxt gələcək ki, sənin bu balaları Azərbaycandan qovacaqlar. Sənin bu balaların xaricə gedəcəklər o pullarla, heç bir il o pul çatmayacaq. Ağılsızlıqlarından kiməsə verəcəklər, uduzduracaqlar. Həmin pullar yox olacaq. Heç olmasa bunları fikirləş ki, Azərbaycan xalqı sənin uşaqlarının dalında yansın. Bax Azərbaycan xalqına, gör nə günə qayımsan. Yekə ağsaqqal professor adam qızın əlindən necə də öpür. Və bunu görəndə İlham Əliyev, sən özün xəcalət çəkmirsən. Sən xəcalət çəkmirsən ki, sənin professorların, sənin ziyalıların bu cür yaltaq olub. Bu yaltaqlığı yaradan sən deyirsən, sənsən. Ona görə də ki, ayıbdır sizə, bəsdirin. İstefuzu verin, çıxın gedin də, nə istəyirsiniz bu millətdən? Milləti niyə yaman günə qoymuşsun? Güya Alona Hacı ailəsinə gedib, Məşədi ailəsinə gedib, burada gedib bunların ailəsinə də. Bunların ailəsində kim kimləndir bilinmir. O barədə də bu Alona yazıqdan əl çəkində. Qızın uşağı Əminə kimləndir? Bir onu tapa bildi. Toçna əlinin sifətidir də onda. Bu yaltaqlar ucu da bezdiriblər insanları. Və bu insanları bu qədər yaltaq eləməyi kimin ixtiyarı var? Bu milləti bu günə qoymağın kimin ixtiyarı var? Əl çəkin də. Elə bir dənə qızdan yapışıblar, qurtardı getdi. Olmaz axı elə. Vallahi mən buradan da deyirəm ki, Alona oradakiların hamısından qeyrətlidir. Gəldi, oturdu, dedi ki, ölüm mən buyam, qurtardı getdi. Güya ki, sizin dedikləriniz ona təsir eləyir. Yox, heç bir təsiri yoxdur. Çünki onların mentalitetində bayıb sayılmır. Ərə gedənəcən deyir, əcəb eləmişəm, nə eləmişəm. Ərə gedəndən sonradır, əgər o başqası ilə izminiyyət eləsə, onda deyərsin. Amma ki, Ukraynalılar ərdə ola kimlənsə izminiyyət eləmirlər. O baxır bizim qızlarımıza televizorda, çöldə, bayırda, yanların, qalçaların, nə bilim, çöldə qoyanlara. Deyir, mənə min şükür. Siz elə bilirsiniz ki, siz Əliyevlərə göyə pislik edirsiniz. Əksinə, siz onları nabarot göyə qaldırırsınız ki, görün ki, bu cür namuslu ailə kimi alıb. Mən öz fikrimcə bunu bilirəm. Ona görə də deyirəm ki, Azərbaycan xalqı bir dəfəlik bəsdir. Bizim Azərbaycan xalqının bədbəxtçiliyi ondadır ki, qeybətə daha çox verirlər, önəm verirlər. Elə bir dənə adicənə Mehmanın o videosuna 800 milyon adam baxıb. Maraqlı gəlib hamıza. Mən də ona görə deyirəm ki, siz ona baxanacan, onu müzakirə eləyənəcən, elə altdan da sualı yazgınan ki, ay Mehman başqa ailəyə getməyib ki. Özü kimsin birinin ailəsinə gedib də. Ona görə də İlham Əliyevə də ayıb olsun ki, indiyəcən oturub o kresloda. Mehriban xanıma da ayıb olsun ki, indiyəcən oturub o kresloda bir dənə kasıb balasına kömək eləməyib. Alona autizm mərkəzinə getdin. Sən oradan bir dənə nəsə bir müsbət bir şey gördün. Sadəcə görükmə. Sən kasıb balalarına bax ki, sən görgünən kasıblar nə istəyir? Əgər kasıb balalarına kömək eləmək istəsin, mənə yazgına, mən sənə deyim kimə kömək eləginən orada. Necə eləginən Azərbaycanda minə yaxın autizmli uşaq var, hamısının vəziyyəti pisdir. Hamısı da ki, bu dəqiqə çoxsu qəfəslərdə qalır. Ayıb olsun sizlərə. Mən Mehriban Əliyevə deyirəm ki, Mehriban Əliyevə, sənin gözün nə vaxt doyacaq? Nə vaxt doyacaq? Bəsdirin də. Bu insanlara az əziyyət verin də. Bu qədər söyüşü, bu qədər təhqiri özünüzə necə götürə bilirsiniz? Elə tutturmaqla bir olur. Yaxşı, birini tutacaqsan, o biri danışacaq. O birini tutacaqsan, bu biri danışacaq. Biraz Allah'ınız olsun da. Olmaz ki, dövləti adam kimi, insan kimi, normal bir cəmiyyət kimi idarə eləyəsiniz. Gərək elə bu adamlardan hamısından bir heyif çıxmalısınız.
Bu cür də olmaz axı. Bu insanların hamısını pis günə qoymuşsunuz siz. Xəbəriniz var. Təhsilimiz bərbad, səhiyyəmiz bərbad, ədliyyəmiz bərbad, nə bilim, kömrüyümüz bərbad, hər yerimiz bərbad gündədir. İcra başçıları əməlli başda maşinliklik eləyir. Nə bilim, polislər işverənlik eləyir. Və siz nə cəmiyyət qurdunuz? Kim üçün qurmusunuz bu cəmiyyəti? Bizə belə bir cəmiyyət lazımdır. Azərbaycanlılardan kim xaricə çıxır gedir, dala qayıtmaq istəmir. Sizin əlinizdən. Niyə? Niyə görə dünyanın hər yerində quru sərhədlər açıqdır Azərbaycandan başqa? Sən Azərbaycanın quru sərhədlərinə Qazax da girə bilir, Gürcü də girə bilir, Rus da girə bilir, Azərbaycanlı girə bilmir. Niyə? İranda vəziyyət elə olanda sərhədləri açdın. Amma ki, Rusiyada vəziyyət olanda sərhədlərimiz bağlı qaldı, millətimiz orada qaldı. Belə-belə eləyirsiniz bunu. İnsanlardan heyif çıxırsınız siz. Ona görə də ki, nə biləm, Allah özü bilsin sizlə. Gözünüzü Allah doydursun bir dəfəlik. Tüpürün bu Azərbaycana çıxın gedin.